Demək, işim odur ki, birinci uşaqların pöçünü təmizləmək. Sənətim odursa, kişini əllərimdə saxlamaq. Odur mənim sənətim. Necə 16 il saxlamışam kişini, indi də ki 17-18 il gələn illərdə sənətim odur. Bu mənə bir sənətdir. İnanırsan buna? Bu bir sənətdir. Onu hər qadın bacarmır. 3 gündən sonra boşanmaq istəyirlər. Xahiş edirəm, sənətimə təhqir eləməyin. O cür sənətim var. Gör, bacarırsan ağaz sən. İndiki zamanədə kişi saxlaya bilmirlər ağaz. 3 gün sonra boşanmaq istəyirlər. Bəs nə, hər qadının başı içində öyrə, indi belə sənəti olsun. Əsas sənət odur, onu oxu, onu təhsilini al. Gəl Arzu sənə qəşən təhsillər versin. Kişi əlində saxlamaq üçün. Vallahi, boşanmağa qarşı. Allah haqqı. Əlinizdə kişiniz varsa, bax belə daşıyın. Bax belə. Ovucunuzda. Ovucunuzda. Necə biz arvadlar qayğı istəyirik, siz də kişiniz yazın. İndiki zamanədə. Bax belə. Evləri yıxırlar, cəmaatın. Allah haqqı. Azaybiyo bir iki şey eksik olsun. Zaten ərindir. Evin başçısıdır. Çöreği götürənündür. Kişi çöreği yemədin daha nə oldu? Mən məsələm ləzzət alıram kişinin çörəyini yeməkdən. Necə? Qaranquşlara yedizdirəcək. Mən yeməliyəm də, az kim yeməlidir? Kim yeməlidir? Kim yeməlidir? Kim yesin? Mən yeməsin, gedim qaranquşa yedizdirsin. Söyür sizi. Dinən ay can. Ağız boğuz eləyir. Dinən ay can. Gəl sənin. Arzu Kars, təşəkkürlər. Bəs nə? Bizə də öyrət. Nənəmin rəhmətliyin sözləri var idi. Allah ölənlərimizə rəhmət eləsin. 4 künc. Həmişə o 4 küncü fikirləş. Nə var o 4 küncdə var? Vallahi. Əsas o 4 künclər idi. Neynədə hər dəfə bir küncü istifadə elə. 5-ci küncdə bir də görəcəksən yanındasan yenə. Bəs nə? Qoyma səndən kravatda ayrı yatsın. Az keç hikköndən. Keç hirsindən. Sağ ol Arzu. Tut ərvi, dinən adə, gəl keç yervə. Bəs nə? Səhər görəcəksən ki, hər şeyi unutmusan. Nənəm rəhmətli deyərdi ki, ölənlərimizə rəhməz. 7 gün kişidən bir gün yastığı ayırdınsa, 8-ci gün görəcəksən kişi başqa yerdədir. Vallahi. Nə oldu, az boğuldum. Az dur buradan. Yaxşı. Kim İmamovu? Yaxşı. Baş üstə. Allah bütün qadınlarımı xoşbəxt eləsin. Mənə də içində. Amin, amin, amin. Quran haqqı indi zarafat bir yana. Ailəviz varsa, bəzi minuslarımız varsa, Quran haqqı indiki zamanında çox çətindir. Səmimi qəlbdən deyirəm. Buraxmayın ərvizi əlinizdən. 1-2 minuslarına görə. Vallahi ailə tapmaq indiki zamanədə, ailə birliyi çox çətindir. Nə deyirsin, deyin, zamanə elə zamanəyə gəlibsə. O qədər qeyrətli, namuslu tək analar var da, tək uşaqlarını böyüdür, yoldaşı rəhmətə gedib, nə bilim, yoldaşı xəstəlikdən rəhmətə gedib. Nədənsə də, indi hər səbəblərdən görə ola bilər. Amma yenə də yuxarıdan aşağı baxırlar. Çünki niyə? Çünki duldur deyə. Vallahi, yəni ailə qurmaq xəsantdır. Bir vur bir deyə ailə qurmağa nə var ki? Ailəni saxlamaq indiki zamanında çox çətindir. Və çox təəssüf ki, indiki zamanədə əgər ailən varsa və sən o ailədə bir 7-8 il ailəlisənsə, sənə deyirlər ki, onun 100% ikinci əri də var. Oğlanın 100% saxladığı var. İndi elə dövrə gəlmişik. Əgər bir ailələr 10 il ailəlidirsə, az 100%
Qızın hədsi var, oğlanda saxladığı var. Çünki bəzi qadınlar ailələr görə bilmirlər artıq. Xoşbəxt ailələrdə şübhə yaradırlar, şübhə axtarırlar. Və bu həqiqətdir. Quran haqqı. Doğrudan da həqiqətdir. Deyirlər, ola bilməz. Əri 100% ona xəyanət edir. Ola bilməz. Arvadı 100% ona xəyanət edir. Niyə elə deyirlər? Çünki indi, belə deyək də, boşanmışların dövrü çoxdur. Və xoşbəxt ailələr görəndə onlar təəccüblənirlər. Mən belə düşünürəm. Ay can. Dağıtmayın ailənizi. Çətinliklər hamıda olur. Baxaram. Qapı açıldı. Deyə aton gəldi. Qapı açıldı. Qapı açar üstündə necə qapı? Açmışam, qapı açıldı. Biraz. Aton gəldi. Bilirəm, qapını Az deniz gəldi deyə. Deyə yemin altını yandırım, kişi gəldi. Evimin direği gəldi. Gözümün işığı gəldi. Ömrüm günüm gəldi. Evim direğim gəldi. Sinə kişiyə sığal. Sinə kişiyə sığal. Deyə yemin altını yandırım. Astiyan səhv tərəfi yandırdım. Ağlım gedib, o şey. Kişi gəldi, heyecanlandım ağız. Deyəm, gəldi. Maşını parkovka edir. Qızlar 1 milyon eyin, aşağımda bir kap. Gəldi. Əmi kimdir az? Əllərimi yumamışam az. Qapını niyə bağladı ki? Arzu Kars, təşəkkürlər. Qapını götürdü, bağladı. Bu niyə belə elədi ki? Qızın ekran vurun. Ekran vurun. Hara getdi az bu? Tuvalete gedib. Tuvaletdədir. Ölsün anın, aton, bobun, nenon, varın, yoxun, nəslin, kökün, ölün, dirin evindəki. Az bir qiriyyət köpək oğul. Mənim əlimə deyirsən ölsün. Ölsün onu sevməyənlər. Daşı düşsün kişimin bəzilərin başına. 1 milyon olduq canımsınız az. Sizin şəbbilinizdən öpürəm. Az şəbbili. Öpürəm sizi. Yazdı ki öldü. Selamun aleyküm. Aleyküm salam. Səni gözləyirik. Necəsən? Ay, necəsən? Darıxmısın, nədir? Formuna nə? Was schon zu Hause? Nee, Was ist jung so? bei Arbeit. Warum? Harda gerçeksin? Harda gerçeksin? Salam uşaqlar, necəsiz? Acımızla qarnığuruldayır. Qoymuşam niyə qısmaq? Evimin direğiydi də. Kesinmişim. Arvadın üstünə əsərcə qoymuşam qısmağa. Yazıblar Deniz necəsən? Yaxşıyam, çox sağ ol. Adam, Olsa da mənə oturma. biz adam deyək ki, siz necəsiz? Demişdim də, necəsiz? Demədin. Salam dedim, bir də nə işini demədim. Demədim. Yox. Necəsiz? Ay millət, necəsiz? Yaxşısınız? Həmişə yaxşı olun. Dede, Ziso, dede. Dedi, yazıblar yaxşı yox. Dedi doğrudan, onu mən eşitmədim. Sorry balam.
Danış da. Ne sustun? Koymuşam kızmağa de. Bak kızlarla koydum kızmağa. Kızsın koyacağım yemeğimi. Acımısan? Nasıl? Yaxşıyıq Deniz qardaş. Gedim o yemeğini verim. Kızlarım, olar sizə bir dənə söz deyim. Olar. Bu bitdə məni birinci qayd eləməyin, bu bir. Hər dəfə deyirəm, yenə də itvidimdə məni qayd eləyirsiniz. Aranqurtdan meymununa oxşayıram. Nə olar, son videoma gedin çoxlu komment və like yazın. Uyarıdan çıxım. Nə olar ki, qırmızı uyarı mənə getməyib. Nə olar ki, məni sevənlər. Qayd edin. Sesi! Başda can, başda dil və qurban. Allah səni xoşbəxt eləsin. Amin. Amin. Yaxşı. Ay Allah, bir dənə səhifəm düzəlsəydi. Nə olub? Nə olub? Kozimo! Nə qızışı, bəli düyün. Bayra istəyirsən, gəl çıx. Gəl çıx. Bir də bayra istəyirəm də, düdük. Hə, bayra istəyirmiş. Yəqin tez şey eləməliydi də. Gəlir. Aşkım, gəl burada istəyirsən 5 dəqiqə söhbət elə, mən yeməyi qızdırım. Mama, ich will nicht kurz was fragen. Nabi, gəl bir dənə 5 dəqiqə söhbət elə də. Mama, ich will kurz was fragen. Der ist nachher dreimal durch. Hə, yaxşı. Gəl otur 5 dəqiqə söhbət elə. Birinci salonda Wie mein sizlərlə. Kopf aussieht, ey. Atma yeməyi verin. Hi! Hi, Sora. Woher kommt das Holz neben Schuppen? Babe, weißt du, was passiert ist? Schatz, weißt du, was passiert ist? Ich erzähl dir. Ich habe Cosimo rausgelassen. So, und dann habe ich angefangen zu kochen. Also kalt. So. Sahne. Hab angefangen zu kochen. So, auf einmal Ich hab doch Sahne. Sie bin sehen ich hier am es. Abwasch. Ich guck, Cosimo. Ich muss nochmal so gucken. Es ist Cosimo. Er spaziert hin und her. Weißt du, was er gemacht hat? Ist er rausgekommen, hat mit dem Kopf gegen den Ball bestimmt geschubst, hat den Loch da aufgemacht, ist dadurch rausgegangen. Ist das Loch auf? Wieso das? An der Seite haben wir doch hier. Ich meine das Holz. Das ist Sarina, eben- Jetzt ist eine halbe Stunde Geschichte und beantwortet Ich hab meine doch mein Frage nicht. Regal Ja, Regal ist runtergeschleppt, kaputt gegangen, Papa. jetzt hat Du musst kaputt dich doch gemacht. alleine schleppen, wo du mir zugeguckt hast, wie ich das alleine geschleppt Wann? habe. Wann? Hä? Am Wochenende. Ich habe dir zugeguckt, wie du... Ja, du sitzt da einfach und ich schleppe. Und ich dachte, vielleicht sagt Papa, soll ich dir helfen? Aber nein, ich musste das alleine schleppen. Echt? Wann Und das war ist auf Ich hab meinen gar nicht Fuß mitbekommen. gefallen und mein Fuß war einfach blau. Natürlich, du hast gesagt, hey, wohin schleppst du das? Ja, ich habe nur diese einen Teil gesehen. Ich wusste gar nicht, dass du das komplette dein Regal runtergeholt hast. Ja, hab ich selber gemacht. Muss ich selber abbauen. Ach, der Weg, jetzt geht ja mal dafür. So, die Leute Aşkım, verstehen die das. verstehen sowieso. Da ist zur Hälfte, die aus Deutschland sind. Also daher. Schatz, willst du Jalapenos haben? Nee, aber Peperonis, diese frischen Gurken, Tomaten, Wassermelone, Käse. Willst du mich verarschen? Hä, was willst du denn jetzt? Was guckst du mich so an? Warte mal, was willst du jetzt? Willst du jetzt Tomaten, Gurken, Hab ich doch Melone gerade auch? gesagt. Melone auch? Papa, du hast gerade den ganzen Kühlschrank aufgemacht. Melone auch? Ja, soll ich schneiden? Nein, nicht Melone. Ja, hast du gerade gesagt. Tomaten, Gurken, Ja, frische? ja. Nee, Alter. Ja, ich dachte vielleicht Gewürz. Und du kannst mir diesen Dings geben, Königer Frischkäse. Was ist das denn? Der Frischkäse, diese Frischkäse, krümelige. Krümelige. Najbe danas šta, sad moram je vojdu. A ste vi yazılarına ne diyeyim? Nie piszcz. Piszcz nicht immer. Şafta astebekeć, pişiş ne dede? Das heißt leise sein. Ja, das heißt, dieses Ne, Kreischen. palak dilinde piş piş demeydi. Piş. Nie piszcz. Ne piş? So. Aha, Azerbaycanca piş. Pipiş demeydi. Ben daha şimdi tercüme Yapış. edeyim. Ben otağımda bir şvanel vardı. So wie Dennis auch. Onu da harap oldu. Onu da açtım, kırdım, töktüm. Onları aşağı taşıdım. Papa da soruştu nedir o ne yenir. Na, reden wir über deinen Vater schon. Hab ich doch nicht. Ich hab gesagt, ne yenir. Alles gut. Weil du mich hingehst. Hä, Papa, ich hab dich doch nicht schlecht geredet. Was willst du dazu haben? Noch Tomaten, Gurken, Peperoni und dann, was noch? Königer Frischkäse. Könige Fischkäse ne dede. Mama, da ist ein Frischkäse, ein Krümel drin. Ansel. Stückchen. Diese, was du Was? auch magst, ja. Hälfte davon in so eine Schüssel. Und dann machst du ein bisschen Salz, Pfeffer und Kräuter.
Welche Kräuter habe ich? Ich habe da Da hast du ein grünes Kräuter. gefrorene Kräuter habe ich. Achso. 8 italienische Kräuter oder keine Ahnung. Ay Allah. Italienerlerin başı batsın. So viel, 10. Schatz? Ja, danke. Beste? Ja. Nein, so Papa, also ich check das ja, wenn du so mit Gurken löffelst, das aber so einfach so essen. Halt. Dieses italienische? Ja. Das ist italienisch. Also ich Ben bir çat oku da. Sen üç koy. Mama, Astebe yazın ja, ben. ja, ja. Zero. Ja. Okay, güzel biraz yavaş yazın, hiç çat. Das ist nicht, Schatz. Das ist ohne Koffein. Das ist Das von denen für jetzt? Dennis, ja. Zero. Yes? Ja. Ha, hiç yavaş bildi. Şeydi, Wie viele ne kadar adam var orada? fast 6000. Kızlar ekran tıklayın. Wie viel waren bei dir? Olsun. Bist du eifersüchtig auf deine Tochter? Was ist denn da für Menschen? Hä? Der ist selber reingekommen, hast du aufgelassen? Wer? Ich hab gar nicht aufgemacht. Hä, habt ihr die Tür aufgelassen oder wie ist der reingekommen? Wo ist Cosimo? Hier. Er ist selber reingekommen. Hast du die Tür aufgelassen? Hey, von wo? Hier. Ist Terrasse auf? Andere Nein, Seite? hier, Mama, hast du das aufgelassen Ja, oder hast ich du hab das nicht- zugemacht? Nee, ich habe nicht abgeschlossen. Soll ich da auch Paprika-Gewürz reinmachen? Ma Almanya'da doğulmuşam. Ha? Buradan dili götürmüşüm. Bak bir tane tadına. Aber jetzt will ich auch probieren. Ein bisschen salzig. Noch mehr? Ein bisschen salzig. Soll ich ein bisschen links Frischkäse reinmachen? Ha? Ist gut so. Ein bisschen. Was jetzt? Die liebt mich einfach. Die kann nichts für. Ay Allah. Dip dip. Dipin içine bırakın biraz şey. Soll ich reinmachen? Ja. Ja? Ay elim yandı. Zahmet olmasa. Gel. İyidir ha? Nuş olsun yazılar baba. Çok sağ ol. Karpuzu keseyim. Bırak karpuzu necel. Also Nein, hiç ona okşamıram da onu Bir tane ben de tablet var. bileyim. Tableti getir akşe kamada. Aha. Tableti getir. Baba ne kadar istiyor? Ha, getir tableti bir de şey ver bana. Adı nedir? Tabletimden yakala. Yakala ver. Karpuzu yudum. Karpuzu yudum ver doğrayayım. Hı? Ha. Karpuzu yudum ver doğrayayım. Kızlar ekran tıklayın. Telefona tablet demler. Tablete tablet. Ha şey. Padnus. Padnus. Karpuzu koydu üstüne. Yavaş dur. Suyu akacak. Padnosla götür. Suyu akıttı bütün. Hiç Çak ver. Bu Niemetski karpuzdu diyesin. Papa, sei ehrlich. Sag, findest du, dass die Ne? blond besser so Bu aussieht? bıçak o bıçak tutuyor. Bu o bıçağı dur, o bıçağı ver. Meine Mama? Ekran tıklayın da kızlar. Nee, irgendwie nicht. Irgendwie, bei Mama mag ich das, bei dir mag ich keinen Sachen. Warum? Wie, warum weiß ich das? Ha? Was ist denn warum? Das Haare. Hiç köpeği karpuzdur. Demişler Türklerden alınır karpuzu. Aber ich habe das schon voll lange drin. Fikir ver partlamır karpuz. Bunu nereden aldın? Nereden bileyim, nereden almışsam. Schatz, von wo hast du das gekauft? Arzu. Aa dipçeyim. Necesin hayatım? Aber ich glaube, die ist weiß drin. Bu ak karpuz değil aşkım? Hm. Ha? Echt jetzt? Nein, ist nicht. Türklerden ne aldın da aşkım? Erstmal probier und dann halt deinen Mund. Guck mal, das hat schon Herzchenform. Mama, warum schneidest du so Çünkü içini ben yiyeceğim. Hälfte schmeißt du weg. Ben karpuzun içini yemedimse o karpuz diyor. Bilirsin sakın.
Mənə qaşıq ver. Ah, Heribert, schmeiß den Rest weg, fertig. Babe, das esse ich. Gəl. Warum brauchst du immer extra Wurst? Doğra bunu. Ver onu mənə. Hätte ich auch selber machen können. Das schmeckt doch gar nicht, das bockt doch gar nicht. Üstüne schmeckt bu. Mach Salat rein. Noch mit Salat. Sən nə bilirsən hə? Mən Azərbaycanlıyam ki işə. Ja, guck mal, alles spritzt da rum. Ey, bir mag das. Aber ich darf das nicht nennen, wenn ich spritze. Krieg ich erstmal Handyverbot wegen sowas. Nur weil ein bisschen Wassermelone auf Boden kippt. Oder Cola. Xanım biz cırılmamışıq. Amma evdəkilər cırılıbsa eyni hesabımız var. Valla. Ah, jetzt habe ich gebrochen. Ist das überhaupt lecker? Schmeckt das jetzt oder Allah schmeckt das haqqı bu nicht? qarpızı belə yemədinsə kişi, o deyil. Bu ne deyirlər ki? Schmeckt gut? Dipçəyim, öpürəm sənin dipçəyindən. Also ist jetzt nicht O qarpız ki, mən çünki burada deyirlər ki, Azərbaycanlı olduğunu demədən göstər. Ich habe noch schlimmer was. Belə eləyirsən kişi var. Mən Azərbaycanlı qızıyam kişi. 5 dəfə fikirləş ki, 16 ildə arvad almısan, hələ 1 qram da o arvadın elədiyi şeyləri bilmirsən. Mədəniyyətsiz arzusu. Ja. Ama ben ilgilenmiyorum. Tut sie so, Digga. Oha! Als wir hier gegessen haben, weißt du noch? Du Bura, hast immer bura. geschnitten. Auf einmal fängst du an mit Löffel zu essen. Und Schatz, jetzt lügst du. Mit- Als wir hier saßen, ich hatte so ein Tablett Sie hier. isst Hast du, Wassermelone mit Löffel und mich beleidigt sie, dass ich Berliner mit Besteck esse. Oh mein Gott, wer ist Berliner? Berliner isst man auch nicht mit Besteck. Wassermelone auch nicht. Doch. Mit Löffel. Ja, als wäre das Suppe. Deyir məni lağa qoyursan ki, Okay, aber mən bıçaqla Berlin piçonlusunu yeyirəm, amma özün qarpuzu qaşıqla yeyirsən. Aber Das- Pizza isst man auch nicht mit Gabel und Messer. Wenn ich Lust habe, esse ich sogar Pizza mit Löffel. Nee. Was hast du dir gekauft? Sieh dir ja. Schuhe. Mama hat dir Schuhe gekauft, die kannst du ja nicht jetzt anziehen. Ja, bei Mama darfst du angucken, aber nicht anziehen. Bestimmt dann nur für Deko eingezeigt. Für Aserbaidschan. Hä, das darfst du nicht sagen. Ağzını Danke, sonra dass du das tərpə nochmal edir. sagst. Ich habe gerade selber Also- gecheckt und dann sagst du es nochmal. Hallo, az təbii keçində. Sie hat nicht mal gecheckt. Ja, was willst du von mir? Iss mal deinen Wassermelone wie ein Deutscher. Ağzını tərpədə bilmir. Ağzı necə tərpədirlər? Göstərib də mənə. Aşkım, ağzı necə tərpədirlər? Belə necə tərpədirlər ağzı? Neynim? Belə açma ağzımı, neyniyim ağzı? Kannst du bitte beim Essen nicht schreien? Ne, yazıb ki, ağzı tərpəmə, ağzı açılmır. Hast du gehört, was ich gerade Ja, gesagt dann habe? essen, dann haben Soğuk wir... baş ağzımın içinə. Warum antwortest du nicht? Pendir istəmirəm ax çörəyi zət. Ja, darauf habe ich richtig Bock. Haben wir überhaupt Frischkäse? Hast du Frischkäse geholt? Hər də, hə. Aç şkafı, bax, xaladenikə bir bax. Wieso Frischkäse? Mama, darf ich... Frischkäse oder Schafskäse? Şafskezi mənsi. Ach, Var, Das ist aç nur bax, mit feta Idioten var zu orada. tun, Alter. Nur mit Idioten. Ver bir dənə ax pendir mənə, mən də yeyeyim. Das Daha verletzt getir. meine Gefühle. Ja. Haben wir? Ja, haben wir. Ver də, ver. Ver. Weißkäse. Ver, mən kesim doğruyum. Ver. Ich kann es auch selber schneiden, Mama. Kap da ver. Was? Was? Nichts, ich habe einen Schluck auf. Yıka ver.
Papa, ist das normal, dass meine Hände wie Wasser schwitzen? Ich habe gesehen, das ist eine gute Durchblutung. Gel. Ya da ver bana onu ver. Aber alles rutscht auf meine Hände. Was ist das jetzt? Götür. Papa, hast du diesen Wassermelonen-Sandwich? Niye burada yiyorsun? Yiyeyim bakalım. Hadi yiyeyim. Karpuz kabuklu Diese yiysen. Wassermelonen schneiden und dann so Frischkäse drauf machen und dann so Ich nochmal. habe Wassermelonensteak gegessen. Karpuzla dinleşir yapıydı Bakı'da. Wie? Ja. Wassermelon. Bir karpuz yoktu. İnternetim varsa karpuzun da var. Bağışla məni. Wi-Fi'm varsa karpuzun da var. Artist eləmə. Mənim qabağımda alçanı burada şap yeyirlər. Mən də belə ağzım sulana baxıram. Mən yazıq. Mən nə deyim? Ich glaube, Wassermelonen. Dadı olmamış Das karpuzu ist das yeyir. Einzige, was ich nicht mag. Also was Wassermelonen angeht. Gar nicht. Peynir tatlıdır. Karpuz bir köpüğüyle diyor. Ich finde, die Wassermelone ist gut. Türklerin Und Garten gar nicht dachte vor da. Sommer. Und das ist Deutschland, ne? Also gar nicht. Türklərin bir də Rusların qarpısı burada qəşəngdir. Amma kişim alıb dediyə dadlıdır. Az bunu sonra xətirlə yeyir. Valla. Wir Canım sind sıxır. beide unappetitlich. Necə də aşkım yemək, Ich dadlıdır. schmatz beide die ganze Zeit. Eşki məhəbbətimlə eləmişəm. hə? Hättest du die Nudeln vom türkischen Laden geholt, wäre besser gewesen. Baxın. Papa sucht immer bei Mama Minus, weil wir sagt, wir nie Wie ist Soßen Fleisch? Hättest du die Soße vom russischen Laden geholt. Ay wäre Allah, besser mən dedim deyə. Ay Allah, sən necə qınıydı adamsan. Çünki sən balıq bürcüsən. Papa, sei ehrlich, Gördünüz. koche oder Mama besser? gewesen. Sei ehrlich, koche ich oder Mama besser? Az sən anova çatmaq üçünsə gərək piləkanlar qalxasan az. Mamam deyir, yaxşı bişirirsən. Sən anondan öyrənmisən də. Kimdən doğulanda qarnımda yemək bişirə bilirdin az. Von dir gelernt. Kimdən öyrənmisən? Mal ehrlich. Sei ehrlich und sag, du hast es von deiner Mutter. Kimdən öyrənmisən? Oder sag, du hast von mir gelernt. Dann bin ich auch. Kimdən öyrənmisən? Kimdən Ich öyrənmisən? gelernt. Hə. Hat Papa in der Küche damals Sachen gekocht, nicht mit dir. Qoyuram qafasının dibinə. Gördün? Papa, sag mal jetzt ehrlich, ich koche besser als Mama. Əsasında deyir ki, Mama hat erst richtig Was, Papa. was, war, papa, was war dein Ben dachte, mein pişirirəm, yoxsa Lieblingsgericht mama? von dir? Reis. deyirəm, az məndən öyrənmisən. Ja, Nabi deine dedi Reis ki, ist lecker, ja. Nabi dedi ki, Nabi deyir boynuma götür. Also Zaten einmal anondan habe ich öyrənmisən guten Reis də. gegessen. Das kommt aber auch an. Aber ich weiß nicht, was du kochst. Manchmal weiß ich nicht, wer gekocht hat. Hä, ich koche Nənəsindən. Ay mama besdir də səndə. Nenə görüb? Nenə görüb? Nenə görüb? Fleisch und so mach ich. Deyir nənəsindən öyrənib. Nenə də həmişə bir moment gəlir. Oh, hast so lecker gekocht, Schatz, obwohl ich Essen gekocht habe. Aa, göbəlik. Aa, göbəlik. Mama, ich Şəkbili. koche besser als du. Buna bax, 14 yaşında Ich bin mədəniyyətsiz. 15 und ich werde 16 dieses Jahr. Alhamdulillah. Nicht. Mama. Aber. Ich hab dir so oft gesagt. Ella! Alhamdulillah. Man darf am Esstisch rülpsen, wenn man Alhamdulillah sagt. Das ist von unserem Propheten so. Profet deyib onu. Elə şey var. Ja. Deyir profet deyib ki, girəndə hamdullah deyirsənsə olar. Eləmə də elə. Hallo, Ich mach den Mama. ganzen Tag voll. Was redest du? Deyir profet deyib onu. Profet. Profet Azərbaycan nədir? Peyğəmbərimiz. Ja, Deyir peyğəmbərimiz deyir. Biz yazırlar yox. doch, Die schreiben aber nein. doch, das ist Ja, so. frag mal, welchen Propheten. Deyir soruş gör hazır. Muhammed deyib. Ne? Muhammed Ja, deyib. siehst du? Ich habe gelesen. Deyir Deniz deyir. Muhammed deyib. Und beim Niesen, weil das Deyib ki, erste ist, weißt du, deyib ki was ist ein Weltraum, aber- yeyəndən sonra göy girirsənsə, həmdullah deyirsənsə, olar. Bir də səbir gətirəndə. Mən bilmirəm, hə düzdür, Muhammed deyib. Onlar bilirlər, mən bilmirəm. Mama, ich koche besser als du. Yaxşı. Du kannst nicht sagen, dass ich Hə, besser elədir. koche, ne? Mən bilmirəm. Sag. O Almanca oxuyub.
Burada ərəblərin Du yanında. kochst gut. Ərəblərin Ich yanında. koche Quran auch var, besser Quran. als sie. Almanca oxuya bilirsən. Kitab kimi. Du musst ein Gericht, ihr bilmem müsst das Allah. gleiche Ben Gericht bilmem kochen. Allah. Und dann kann man Ja, sagen, ja. das kochst du besser Ja, oder okay, sie. machen wir dann. Mən amma elə şey eləmirəm, ona görə bilməm. Mach eine Challenge. Forder sie heraus. Ihr macht beide Pfannkuchen. Nochmal. Ihr macht Meine beide Pfannkuchen das sind besser gleiche als Gericht. ihre. Ihr macht beide das Nee. Ay Allah, bu göbələyə bax da. Hey Mama, ich koche besser als du. Az anın olmasaydı Ich sən wette yemək auch- 2 kartuşka Ich bir-birinə vura wette auch, dass bilirdin. du mein Naibə Eis mal bacarır. gekocht hast. Ben Naibə nə yemək istəyirsiniz deyin, pişirir. Nə istəyirsiniz deyin, eləyir. Çünki bacarığı var, həvəsi var. Naibə. Baca əlində, rəhmətli nənəm deyərdi, əlinin duzu var, dadı var. Yəni hər yemək pişirənin dadı olmur. Naibə bir dənə yumurtanı da bir-birinə vursa fərqli çıxır. Əli dadlıdır. Başa düşdün? Əli dadlıdır, əlində var. O da məndən gəlib, anasından. Anasına da nənəsindən gəlib. Warte, ich koche trotzdem besser als du. Und ich wette, dass du mein Was Eis redest gekocht du? hast. Woher nimmst du diese Wurzeln? Sie kocht doch kein aserbaidschanisches Essen. Sie kocht ihre eigenes Stilessen. Das spielt keine Rolle. Nee, der blubber mal da nicht Aslında rum, keşke onlar Alter. da başa düşsün. Blubber mal nicht rum. Aslında keşke onlar da başa düşsün. Da. Woher habt ihr auf einmal deutsches Essen und internationale Küche gelernt? Es ging nicht um Digga? internationale Küche, es ging darum, Hast du einmal Hör doch zu. aserbaidschanisches Essen gemacht? Ja, Beschwarmoni habe ich mir gemacht. Ich habe auch Dolma gemacht. dolma, beş parmak her şey Alleine? yersen. Welche Dolma hast du Yo, gemacht? atonla birliği de. Hat mir Rezept gesagt, ich hab's aber Wo war ich denn? Hä? Elemedi, bu zəhər yiyeyim də. Yemirəm. Nee, tut mir leid. Ich, mach Nimm nicht. mir. Ah, ich wollte dich ärgern. Du spuckst also nicht auf. İşte hiçbir şey de diyemem he. Peygamberimiz deyip hiçbir şey diyemem. Çok vermələm bana. Burada qarpuzun həzzini çıxardırdım, qoymadı. Dedim eləmə də. Du az özün yudun, şapıldatdın, 30 Atom başında bir dənə kola Warum süzlər. nutzt ihr diesen Salat nicht, den ich gekauft habe? Was für ein Salat? Der Kopfsalat. Salat schmeckt nicht. Wie, der schmeckt nicht? Was redest du? Der ist lecker, der Salat. Allah'ım. Saat 7'ye qalıb. Qızlar, ekran tıklayın da 2 milyon eləyim. Səhifəm spamdadır ya. Dünən səhifəm getdi Mama, axı. willst du Pepsi? Bağlandı canlı yayın. Nee. Mama, willst Nee. du Pepsi? Ver. Wieso ne? Ah, ist das Zero? Ja. Nee, ich trinke kein Zero. Ja, De- dann mach deswegen. nichts Kaltes an. Und dann, Dann gib mir was Warmes. dann trink was Warmes. Asebe keçində düzdür, cəmaat da başa düşdü. Bu boyda 5500 adam oturub sizə qulaq asın. Du Ha. sagst Hälfte Ja, du Deutsch. redest doch nicht. Was willst du von mir? Angeblich hat meine Tochter von dir deutsche Küche und internationale Küche. Schatz, eine Frage an dich. Qoy bir də Azərbaycanca deyim ki, sən də başa. Bax, mən uşaq əsəbləşdirirsən məni. Məndən öyrənməyib kimdən öyrənir? Warte, Mama, du hast das angefangen. Sən bir dəqiqə kes, mən atonla danışanda sən kurs olma. Wer, Soxma dübəlik başı var ya. wer von euch hat so leckere Pancakes gemacht wie sie? Hör zu. Woher? Hör zu. Wer hat von euch mal Krebs Asebe gemacht? keçdi, onlar da başa düşsün də. Ich kann nicht ASTV. Başa düşür, başa düşür. Kannst du übersetzen? Jetzt mal ohne Witz. Ich frage Ich weiß ohne Witz. Was meinst du ohne Witz? Wenn sie Dolma, wenn sie Dolma gelernt nein, hat- lass mal, komm, es geht komplett um das. Ich habe auch Mantel Şeker gemacht. fırladaram Ich habe auch Mantel gemacht. Ağız eğmeyi gösteririm ha. Hallo, ich habe auch Mantel letztens gekocht. Ja, das ist vielleicht aserbaidschanisch, okay. Es geht nicht um Aserbaidschanisch. Ich rede allgemein. Ich habe ja gesagt, sie kann kochen. Sie hat in der Hand das Geschmack. International kann sie Es besser geht nicht um kochen. international. Es geht darum, verstehst du mich gerade nicht? Du regst mich gerade richtig auf. Bist du mir einfach geht's- süß- bist du nein, einfach mir süß, geht's deine Tochter? nur- Du bist einfach süß, ja, deine Tochter, ne? Oh, wie er lügt. Er regt mich gerade richtig auf. Nee, komm, nerv mich nicht. Du bist einfach süß. Görsen ne diyeyim?
sie ist gerade mal 15 Jahre, bist du eifersüchtig auf deine Tochter? Es geht nicht eifersüchtig. Weil du mit 18 nicht mal so gut kochen konntest wie sie, ne? Külbaş var. Anamdan soruş. Schwangerschaft hat das richtig Az keses var. Dübeley danışma. Das hat erst danach angefangen. Hardan bilirsən sen? Sen dıngılı şey stolun altında fırlanıp sosko aktarırdın ha. Sie konnte mit 18 nur Fertigdosen essen machen. Ich schwöre bei Gott. Du provozierst mich gerade richtig. Əsəblər oynatdı. Azərbaycanca danışda cəmaət başa düşmür. Ich koche besser als du, Mama. Az yaşda var, was war da? Was kannst du noch gut? Reis. Den besten Reis habe ich bei ihr gegessen. Yaxşı. Bundan sonra yemeğimi ben pişirmem, o pişirir. Eigentlich. İnşallah. Siehst du den? İnşallah. Siehst du den? Der Bruder von dem. Get indi. Sen patro belə, axşam dinən arvad var ki, mənə yemək pişir. Deyəcəm, deyək qızım. Qızın o da sən. Bundan sonra dərsdən gəldin, yeməyi sən pişirirsən. Sen pişirenin var yoxuna nə elə. Pişirmirəm, indi sən yeməyə verməyəcəyəm. Get indi. Guck mal. Gördünüz? Koch da, Mama. Gördünüz? Yo, mən ona yanmıram. Mən yanıram ki. Yanırsan. Gördün az. Əlimin duzu yoxdur. Deyirlər az göbələk. Kimdən öyrənmirsən? Anondan öyrənmirsən də. Kimdən öyrənmirsən? Was hast du von Nena gelernt? Ich war immer mit Nena damals in der Küche. Damals mit wie viel Jahren mit Nena? 6 Jahren. Mit Was blubber. Guck mal. Die labert wie Scheiße. Hä? Ich war damals voll oft bei Nena. Bis 4. Nein, ich meine, so allgemein habe ich doch mit ihr Essen immer gemacht. Ich habe immer mit Nena Essen gemacht. Jetzt bist du zu weit gegangen. Jetzt bist du zu weit gegangen. Mənim əlimin duzu yoxdur ki. Bunu baş yerdə qoyan yerim, qardaş. Gördünüz? Weißt du gleich? Gördünüz? Schatz, Gördünüz? Schatz. Sind ihre O boyda əziyyət çək, o boyda şeylə gəl desin ki, özümdən öyrənmişəm, nenəmdən öyrənmə. Heyf zəhmətimdən. Gördünüz? Gördünüz? Yarımadım. Mən bu qızlardan yarımadım. Vallahi mənə oğlan qalacaq. Heç kim qalmayacaq. Heç bir qız. Kes sesini. Çıx bara. Ich bin trotzdem diejenige, die dich am meisten liebt. Yaxşı, davay çıx. Lass das. Lass das. Mama. Lass das, habe ich gesagt. Ja, bist du Ich sauer meinte, auf ja, mich? ich bin richtig sauer. Warum bist du Und sauer enttäuscht. auf mich? Hä, warum bist du sauer auf mich? Mama. Gilgeşen de ha, kaç. Aber Mama ist sauer auf mich. Ja, du hast auch reingeschissen. Warum? Ich habe nicht gesagt alles, aber vieles habe ich. Was bist das? Du hast einfach reingeschissen. Hä, warum denn? Das hast du richtig undankbar geredet. Güldür aşkım, Du hast ağaçtır. deine Mutter verletzt. Jetzt hast du deine Mutter verletzt. Warum habe ich sie verletzt? Ayça. Sie versucht zu lachen, aber sie ist Rıza. Jetzt hast du sie verletzt. Das gilt auch für dich. Hä? Warum nicht? Genauso. Dass du so eine Show abgezogen hast gerade. Baby. Nee, Baby. Hindi baby keçim. Nee. Yok Deniz. Deniz yok. Əsəbiyəm, eleme Deniz, yok. Eleme Deniz, eleme. Hör auf, nein, hör auf. Ich mein's ernst, ich mach live aus, hör auf. Dennis, nein. Nein, Dennis, lass. Ich bin sauer, lass. Nein. Warum bist du sauer? Bırak. Mama? Əsəbiyəm, yok. Du musst doch Spaß verstehen. Spaß mən başa düşməm, elənin zarafatı olmur. Lass das. Ay uşaqlar, zarafat elədi. Nein, jetzt bin ich richtig sauer, nein. Ich hab Spaß gemacht. Nein. Onun Spaß olmur, eleme, istəmirəm. Cosimo, was willst du denn? Eleme. Yüreğimde nur. Döyünmür ürəyim. Yüreğim. Görmədin ata bala nə dedilər? Bu boyda əziyyət çək.
Wie hat sie mich genannt? Gimli? Was? Gimli hat sie mich genannt. Weil ich Fisch bin, bin ich Gimli irgendwie. Ja. Cümle. Gimli. Gülsel Hanım'ın başına az. Utan Deniz. Utansın sen aton. Bobon, nenön, neslin, kökün, varın, ölün, dürün, evindeki yiyen. Neden utansın? Bura gel, bura gel, bura gel. Bura bak, bak. Gel. Oh! Oh! Hə! Get indi. Hoşuma geldi. Get. Yan. Get. Sen evindeki alttan padvalda çak lak luk lak luk lak luk lak luk. Was ist da? Teig oder was? Başa düştün. Was ist das denn? Başa düştün. Ja, das war auch zu viel, was du gesagt hast. Ey, was hab ich gesagt? Kannst du mir einen Kaffee machen? Du hast einfach sie übersprungen und gesagt, was es angeblich von. Hər bir nə halal ərimdir da. Öpürəm, zarafat edirəm, zor edirəm. Sənə nə? Cəmaatın kişisini, kəmatını, evini, ərini yıxmamışam ki. Hansısa balanın göz yaşında qoymamışam ki. Gəldi qucaqladı deyə. Gic oğlum qızı, gic. Utansın onlar ki, kimin evlərini yıxır. Neynirəm? Neynirəm? Kannst du bitte nicht schreien? İsveç'dən salam, əleyküm salam. Schämen solltest du dich. Solltest dich schämen. Eləmə, eləmə, əsəbiyəm, eləmə. Nein, lass das, nein. Mama. Nein. Was hast du denn? Git nenövün yana. Git. Jetzt Tamam, hast du- bundan sonra nenövün yana. Mama, der Demədin nenəm. Yo, demədin nenön. Demədin. Nenön da bax, gedərsən bundan sonra nenön. Bundan sonra nə öyrədirəm, nə eləyirəm, nə alıram, nə bir şey. Eləmə. Get, nenön o da sən. Keç. Keç. Falls gleich. Get. Ist das dein Ernst? Ha, get nenön o da sən. Das ist hier richtig ernst. Sie hat Botox im Gesicht, deswegen kannst du ihr Gesicht aus. Das ist doch nicht dein Hə, Ernst. bundan sonra gedərsən nenön yana. Nenön eləyər. Demirsən nenəm, nenəm öyrədib. Get. Get bundan sonra da nenön öyrətsin. Schäm dich, nein. Papa, warum schießt du jetzt gegen Hər mich auf şeyi, einmal? hər şeyi nenön alsın, hər şeyi nenön eləsin, vəsə. Hə. Dərdə, kərəkə, hər şey gələndə mamanın quyruğuna yapışırlar. Amma mama gəlib şimdi, mama öyrətməyib, mama eləməyib, mama şey eləməyib. Yaxşıdır ki 4 yaşında 2-3 dəfə nənəsinin evinə gedib. Bist du sauer auf mich? Həri, zavoda öyrəmə, enttäuscham sən deyə. Mama, warum machst du so? Mama. O boyda əziyyət çəkirik. Sizi yandırmaz az. Sizi yandırmaz qızlar. Sən taxa. Mama hat nicht mal meinen Brief 100% onların arasında mənə kimi qızlar var. O boyda qızlarının üstündə, evlatların üstündə əziyyət çəkirlər. Sonra gəlib deyirlər ki, nənəsi babası. Adamı yandırar tökər ya. Hallo. Ich habe mal gesagt, dass ich Nenne mehr lieb habe oder so. Mən demirəm nənəni sevmə. Dedim ki, nənən öyrədib. Ich habe was aserbaidschanisches Essen. Die habe ich bei Nenne gesehen, Mama. Du machst ja kein Dolma oder Beşbar. Gördüz. Papa, sei ehrlich. Du machst kein Gürse oder so. So ein Mensch. Neysə, vəsə, teman bağlayın. Nein. Vəsə. Papa, Sənə də keçərlidir. Was? Mama. Was suchst du? Was suchst du, Gojimo? Komm hier. Mama. Yox, nə? Nein. Yox, istəyirəm sənə. Ich liebe dich. Du liebst mich, gördüm. Natürlich liebe ich dich. Ne, boboya bax. Bobon yazıb ki, partlayırsan. Natürlich liebe ich dich. Das ist fragwürdig, ob das von Baba geht. Genau das hatte ich auch im Kopf. Gib mal deine Handy, gib mal deine Handy. Mama. Neysə, yaxşı. Ist okay. Yaxşı da bir daha dedidən sonra daha ne Was oldu? redest du? Komm mal her. Kannst du mal Akku anschließen? Ist drin. Barışmıram, pismişəm. Kannst du mal Akku, barışmıram. Guck mal, Kannst was du er mal Akku macht. Ja, anschließen? guck mal, was er macht. Lass doch, du bist tolle Mama. Görürsünüz. Qızlar, kim mənə neçə ildir yazışır, tanıyır Instagramdan.
Ja, ist doch okay, ist doch okay. Ja, jetzt hätte ich gesagt, Məni Instagramdan kimlər tanıyır? Bir daha yazsın. Neçə ildir məni tanıyırsınız? Krieg ich mal Kaffee? Ja, Kim Papa, kriegst bizi du- yemək pişirməkdən, Weil das düşürməkdən war Instagramdan gehalten hast, warum 7 man il, dich 5 il dann, o vaxtdan deine Entschuldigung angenommen göz hat, qabağımda, meine sosial ich, das şəbəkənin ist gözün so qabağında olan adamam. Özünüz görürsüz. Ich habe auf diesen Evimi, Satz... pişirməyi, düşürməyi. Das war alles gerade auf. Auf diesen Satz. Uşaqları da necə yanında olduğumu özünüz Ja, görürsünüz. diese Adamı yandırıb tökmək. Satz war zu viel. Sowas sagt man nicht. Ich liebe dich. Başqasının yanında deyər, vapşi adamı yandırar, tökər. Was? Görürsüz? Az sən ola bilər, mən demirəm. Sən hindi mənə də anam öyrədib. İt kimi mənə o şəhlanın, məhlanın evlərində yığışdırırdı. O vaxtı bizim Azərbaycanlılar var idi burada, qonşular. Gündə bir dənə evinin qonaq gedirdi, orada burada təmizlətdirirdi məni. Gündə birinin evində yığışdırırdı məni. Mənə də anam öyrədib, onu demirəm. Amma sən kimdən öyrənmirsən? Az göbələk. Gəlib deyir ki, nənəsindən. Yeməyi deyir özümdən ha, özümdən. Az özündən yemək öyrənmirsən sən? Nənən yazıb ki, nənəsi qurbanlı aybə. Ha, götür də, götür verirəm sənə. Oha, Mama, jetzt hast du übertrieben. Götür verirəm sənə, nəvəndür, götür saxla. Hey! Götür verirəm sənə. Götür verirəm, götür saxla. Nənəsi qurbanlı. Mən barışmaq üçün gərək hirsim yatsın. Yaxşı abi. Nee, yaxşı değil. Nee, war Wein. Sie hat mich einfach an Nenner verkauft. Satdı mənə nənəsinə satdı. Du hast mich gerade verkauft. Vay vay. Nə olub xanım? Vay vaylıq neynədik? Neyini? Ekranı oynayaq. Biz necəyik eləyik? Biz necəyik eləyik? O anlıq el belə hiss eləyir, belə də reaksiya verir. Neynəməliyik? Neynəməliyik? Dein Kaffee. Artisti eləyim burada indi. Can eləyim. İnsanıq da bizim də ürəyimiz var, qəlbimiz var. Normaldır reaksiyalarımız. Komm her, Kussi, komm her. Komm. Hələ bunun dediklərinə baxın. Deniz ver də akunu mənə. Ich brauch selber. Ich hab 2%. Ich brauch selber. Ey, Muss ich hab... kurz laden. Ich hab 2%, geht gleich aus. Cosimo. 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 Yaxşıdan abi, gəl. Cosimo. Ja. Soll mir verziehen? Nein. Mama! Yox, Doch! yox, Doch! yox. Doch! Yerə hirsim yatsın ki, pesin. Mama! Yox. Mama, ich war auch nicht sauer auf dich, weil du 3 Tage Nein, ja, mich schon. da So. gelassen hast. Sardı. 3 Tage. Ja, sie sind nicht mal geöffnet. Ja, sie kriegt Brief und ich krieg... Krieg ich einen Kuss? Hab ich doch. Nein, ich habe keinen Kuss. Ja, okay, sie hat mir verziehen. Nee, Mama! Das ist Nee, ein Kuss. Was ist das für ein Kuss? Dodağından öpüp indi burada canlı yayında. Onu da kaydedeceğiz. Wenigstens hier Kuss Hab ich doch. Du hast so gemacht. Bist du meine Tante oder so? Ay, Ja, git. geht doch. Meine Güte, meine Wassermelone wartet da seit halbe Stunde. Warum guckt Papa was? Wieso guckst du mich so an? Elədikləri yadımdadır ya. Hı? Elədiklərin yadımdadır. Mərk deyə vas du gemacht hast. Was hab ich Yadınızda gemacht? saxlayın qızlar. Was hab ich gemacht? Yox, məzələtqə. Ich hab gegessen die ganze Zeit. Sie meint das auch Qızıva bir yağdan ıtırka verirdim burada ya, hələ bil. Biyo, axşam gələcəksən yanıma. Deyəcəksən, necəsən aşkım? Mən deyəcəyəm sənə necəyəm. So, Alter. Deyəcəyəm necəyəm. Aşağıya kurbanlarım ey. Olma mənə qurban. Daha elədikdən sonra, qəlb qırandan sonra nə edirsən qurban olmağa? Aşağıya kurbanlarım ey. Ede.
Daha deyəndən sonra nəyə qurban olursan? Deyib onu da qolunun altında pişirdirsən. Düz demirəm, ürək qırandan sonra nə xeyri? Bir yandan da qızına tırka verir. Bu dedi, o da qızışdı. Bu dedi, o qızışdı. Dolamısan məni? Bilsən niyə belə eləyir? Mən sizə deyim. Dəmiri isti-isti döyür. Bilir ki, inciciyəm, küsücüyəm ondan. Ona görə. Was? Küsücüyəm, das beleidigt werde. Straha basma hindi. Küsmeyeceğim. Küsmeyeceğim. Sövmedi özde. Yaxşı, niyə gəl dünyama? Tutuşun ateşin. Deyib pis oldu bir sənin üçün. Ay, bakışlara bak. Bakışlara. Ya barışmıram. Barıştı. Barışmıram. Ostrağa bastı. Ostrağa. Deniz. Çok basma. Çok basma. Eşitmədik. Eşitdiniz? Çok basma. Senin de ekran kaydı edip söyüşüm. Xoşları gəlir ondan sən Ne söylə. olsun, ne olsun. Benim maraqlamı. Keser de çekim. Yo. Öldürəm. Niyə? Farşdı mı? Yaxşı eləmə. Keçən dəfə qayd edib pis paylaşmışdılar elə. Yazırlar var, Denizlə barışma. Kim yazdı? Qız yazdı orada. Hı. Bu ne çay içmeydi? Coffee. Du machst es extra. Eləmə elə əsəbləşir. Əsəbləşmə, hayat, əsəbləş. Yaxşı da. Ay, necə sirisən. Ay, necə sirisən. Du hast gar kein Make-up drauf. Ne? Deswegen bist du so hübsch heute. İndi onu Azərbaycanca dinə. Niyə tüpürürsən yenə üzümə? Göz değmesin. Deyir, makyaj çəkməmisən, hə? Tanani çəkməmisən. Deyirəm, yo, deyirəm, belə qəşəngdir. Oxuşu gəlir, tolka tuş çəkim, başqa işini çəkməyim. İçmə də elə. Özü bilə-bilə eləyir. Şats. Gördün. Balıq. Senin balığım. Senin balığım. Senin balığım. Amca senin balığım. Balığın. Balığım. Aa. Benim balaca xırçınk.
Eləmə də elə Deniz. Qurban olum eləmə, nə olar? Əsəbimə toxunur. Mən xərçəng. Onu deyir də mənim balaca xərçəngim. O balıq da mən xərçəng. Danış. Hı? Danış. Sən danış da biraz sən söhbət elə. Sen danışan mənə ləzzət eləyir aşk. Severim əgər sən danışırsan. Mən Severim. nə sevirsən? Sözün, Mən danışanda. sesin, sözü. Hamısını severim. Nə eləyərsən severim. Ah başım. Hamısını severim. Doğrudan hamısını severim. Yağına basıb bağlama. Et ağa. Artist. Çox sağ ol həyatım. Məsələn, neyini sevirsən? Hə? Hamısını severim. Nə? Senin gülüş, gözleri, Aha. burnu, hamısını. Ciddi soruşuram. Ciddi de. Et ağa. Et ağa. Yazıb ki, biri yazıb ki, hamısı əməliyyatdır. Stimmt. Hə, nə olsun? Mənə aiddir da az əməliyyat olsa da. Mənim bədənimdədir də. Was willst du? Deyir, Sitz. tez küs. Qızlar, səhifəm spamdadır. Dünən səhifəm bağlanmışdı. Canlı yayınım. Çoxlu tıklayın. Nə olar? Tıklamanı dayandırın, düzəlsin. Sitz. Yayını paylaşın. Sitz. Fine. Dünən canlı yayınımı o birisi səhifədə açmışdım da. Yedəkdə. Nədir? Hab dich heute nicht gesehen, deswegen guck ich. Kulağım zədə alıb. Yazıb ki, kişini də özünə oxşatmısan. Eləmə də elə. Ich habe gerülpst, ich habe schon leise gerülpst. Was soll ich denn machen? Was Ich bin kan. Sənə oxşayıb valla. Deniz, söhbət elə də. Ne diyeyim? 6% sənətkəm var. Hı? Diyeyim? Fatih öpürəm. Benim maşınım xarabdır. Maşını xarab olub ustadıydı. Onu deyir. He. Demiştim indi. Onu kim neynirsən maşınını? Başqa söhbət elə. Başka ne diyeyim? Arvadından danış. Uşaqlarından danış. Arvadının neyini sevirsən, neyini sevmirsən. Demiştim da. Nədən razısan, nədən razı deyirsən. Nə istəyərsən. Çok Kim neyin istedim. alarsan? Nə istəyirsən? Çok. Nə istəyirsən? Çok. Həməni? Ben, Sən nə dedim mən sənə? ben, Nə dedim mən sənə? ben Haşan. Diyen daha bak. Bak bana bak. Ne istiyorsun? Ne danışıyorsun? Mən səndən soruşdum nə istəyirsən. Eine Sekunde kannst du mir in die Augen gucken. Ha. Gülmək tutub məni. İndi sənə üzcəm deyəm. Deyir, 1 sekund gözümə baxa bilirsən.
Tezedəndir. Nə? Qulağım zədə alıb qızlar. Uşaq dedi. Deniz Yakan çox sağ ol. Yazırlar ki, Norvegiyadan danış. Was heißt Land? Ölkə. Benim en sevdiğim ülke Norveç'dir. Ölkə. Ülke. Norveçdir. Çok güzel. Severim. Deyir köçüyor ora. Şehirde bilmirəm. Ama ben biraz çok sürdüm. Ora hamısını güçlendi. Her yer güçlendi. Az mənim Norveçdə nə işim var, orada qala bilərəm. Təbiətdir deyir hamısı. Mən təbiətdə qala bilərəm. Neyəcəm, gelib şəlalənin altında oturacağım. Wie groß ist das? So groß wie Deutschland? Grüße. Almanya'dan böyüdü. Almanya'dan böyüdü. Ama əhalisi sadəcə 5 milyon insanı var. Probka yoktu. Представьте, Almanya'dan böyük Çok ülkədir. az maşın var orada. Almanya'dan böyük ülkədir. Sadəcə 5 milyon insanı var orada. Polis de yoktu orada. Var ama görmürsən çünkü kriminalitet Yoxdur. yoktu. Çok azdı. 5 milyon insanı var sadəcə. Deyirlər Norvegiya Ən təhlükəsizlik ölkədir. was? Das ist Einer der ein, glücklichsten Menschen. Die Ha. Menschen sind zufrieden. ən xoşbəxt insanlardır Norvegiyada yaşayanlar. Həm də ən az kriminal olan ölkədir. Kaan, təşəkkür edirəm. Çox sağ ol. İnanmırsınız, özün baxın internetdə. Norvegian. Adam azdı ona görə yazırlar. Azdı ama şey necə diyeyim? Nə? Da gibt es keine Banden und sowas. Keine großen Probleme mit Flüchtlingen. Gəlmələr zətləri azdı da ona görə. Du hast gute Versicherung, wenn du deine Strafkon Arbeit yaxşıdır verlierst. o. Wenn du verlierst. İşin də Arbeit içsə də orada Strafkon qəşəngdir. Devlət ödəyir Die onda. Leute leben gut da. Die sind Staat zufrieden. bezahlt. Ja. Devlət ödəyir onda pulu sənə Norvegiyada. Əgər iş vizadını itirdin, Norvegiyada devlət arxında durur. BMW xarabdır. Представителя. Migrant azdır, hə, migrant azdır. Almanya kimi ölkədə, o boydalıqda, wie viel Einwohner haben wir in Deutschland? 80, 84. 84 milyon insan var Almanya kimi ölkədə. Almanyadan böyüdü Norvegiya. Amma sadəcə 5 milyon insanı var. İndi представителя, burada 84 mindir. Buradan da böyüdü. Amma sadəcə 5 milyon insanı var. Ev de orada ucuzdu. Deyir evlər də ucuzdur. Almanya'dan. Ama et, produkt bahadır biraz. Almanya'dan biraz Bahadır. bahadır. Sigaret de bahadır orada. Sevmirler orada sigaret. Hə, deyir sigaret çəkənləri sevmirlər. Ve çok hürmet var təbiət üçün. Təbiətə. Təbiətə çok hürmet var. Hiç kim nəsə ya var ama hamısını temizdir. Deyir zərər vermirlər də təbiətə zada. Təbiətə hörmət böyüdür orada. O da stimmt voll. Norvegiyadan danışır. Qızlar çıxıram mən. Öpürəm sizi. Özünüzdən müğayət olun. Naiba! Hat den jetzt Wassermelone gegessen? Hat den jetzt Wassermelone gegessen? Verdi ona da karpuz. Ha? Hadi aşkım oğlum sen çağırıyor. Ha? Hast du ihm Wassermelone gegeben? En sevdiğim hərəkətdir Deniz. Arada gedir gəlir bir dənə belə belimi oxşalayır, adamı ləzzət edir.
Seviyorum seni ona göre. Mən də səni. Seviyorum. Getmə. Yazıblar getmə. Mən gedirəm. Həmişə yaxşı olun. Was ist nochmal gesund? Bleibt gesund. Sağlam olun, xoşbəxt Sağlam olun. olun, xoşbəxt olun. Mən gedirəm. Yazıblar Deniz ürəkdir. Onu kim yazıb? Hey! Ahnılar. Hey! Çox sağ ol Deniz. Yazıblar çox sağ ol Deniz. Doğrudan deyirəm. Belə şey demirəm. Ürəkdən. Ürəkdən deyirəm. Ne yazıb? Sevirəm də Denizi. Yəqin ki oğlandır. Hı? Yazıb sevirəm də Denizi. Neyini? Didə bir şey. Kim yazdı? Kız yazıb, kim yazıb ben ne bileyim. Peki kızdır. Kim idi onu yazan? Oğlandı yazan. Gördüm. Aliyeva yazıb ki kızdı. Hı? Yazıb ki Deniz ürəkdir. Ben gördüğüm şey yazılar şey. Das war ein Mann. Aliyeva hindi yazdı ki Deniz ürəkdir. In mein Herz gibt es keinen Platz für was anderes, nur für dich. Cevap ver də. In mein Herz gibt es keinen Platz. Cevap ver də. Ne diyeyim aşkım? Əsəbləşirəm indi. Hə, əsəbləş. Aliyeva! Sonra Didə. Yo. Ne yox. Ben hiç ne görmedim. Yaxşı Deniz. Yazmıyorum böyle şey. Ya da yaxşı yazın. Was kann man so Gutes schreiben? Nicht ich liebe dich, sondern ich mag euch. Ümumi yazın biz olaraq. Zahmet olmasın. Okay? Hı? Yaxşı dedin. Siz ürəksiz yazıblar. Gördüm. Can. 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 Krebs, fiş. Xərçəng, balıq. Ne var? Məkiş. Mədinə. Qızlar getdik biz. Öpürük, paka. Sağ ol. Sağ olun.